Ferid'in şokolada olan sevgisi onu istehsala getirdi. A'dan Z'yə şokolad necə istehsal olur? Heç mən də bilmirəm. Özü hazırladı, özü dadına baktı, Fərqi dadlı da. doymadı. Bir də dadına baxım da öyle. Yine yedi. Bir dənə düşdü. İş həmişə var da, əsl şokolad kimi iş. Çox dadlıdır. İnsan xoşbəxt olur həqiqətən. Birazdan ATV'de. Qardaş, gəl özün aparayım mı? Sponsor Ulduz şokoladları. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ATV-də İş Həmişəvar başladı. Yenə qarşınızdayıq. Bu dəfə Ulduz şokolad fabrikindəyik. A'dan Z'yə şokolad necə istehsal olur? Heç mən də bilmirəm. İnanıram ki, çoxları da bilmir. İndi işə düzələcəm, işləyəcəm və şokolad istehsalını sizə təqdim edəcəm. İşə başlamazdan öncə kadrlar şöbəsinin əməkdaşı məni qarşılayır və otağa, binaya daxil oluruq və mənə otaqda bütün lazımi proseslər başa salınır və sənədlərə qol çəkirəm və mən artıq bu şirkətdə rəsmi işçiyəm. Bu iş bitəndən sonra keçirik təlim otağına. Burada mənə səthəm üzrə təlim keçirilir. Mütəxəssislər mənə necə burada yerimək lazımdır, necə geyinmək lazımdır, bütün təhlükəsizlik qaydaları haqqında mənə məlumat verirlər və mən artıq burada tam olaraq işləməyə hazıram. İşə başlamazdan əvvəl bir iclasda da iştirak etdim, kollektivlə tanış oldum. Kollektiv burada ixrac potensialları haqqında söhbət edirlər və bildirirlər ki, 20-dən çox ölkəyə Ulduz şokolad fabrikinin məhsullarını satırlar, ixrac edirlər. Həqiqətən bu sevindirici bir haldır. Məhsul çeşidi ilə tanış oldum, ümumilikdə kollektivlə tanışam və mən işə başlaya bilərəm. Fabrikdə hər şey buradan başlayır. Bu bölgədə həm laboratoriya var, həm də sınaq sahəsi var. Sınaq sahəsində ilkin şokolad, konfet necə hazırlanır? İndi sizə onu göstərəcəm. Salamünaleyküm. Necəsiz? Mən gözləyirsiniz. Gecikməmişəm. Xeyr, gecikməmişsiniz. Buyurun. Və dostlar, hər şey burada başlayır. İstehsaldan əvvəl biz hər şeyi burada başladırıq. Necə başladırıq? Hər hansı bir konfetin, şokoladın resepti ilkin olaraq bu müəllimin sınağından, yoxlanışından keçir. Müəllim, özünüzü təqdim edin və ümumi bura haqqında danışın. Sabir Bayramov, Ulduz şokolad fabrikində 15 illik fəaliyyət göstərirəm. Xaricdə təhsil almışam qida mühəndisi olaraq və hal-hazırda istehsalla bağlı sizə qısa xülasələr verəcəm. Bu qablardır dostlar, xüsusi silikon qablardır. Burada gördüyümüz, bildiyimiz şəkərdir. Burada bildiyimiz fıstıqdır, burada bildiyimiz fındıqdır və kakaodur. Və bu şeylər hamısı gündəlik istifadədə etdiyimiz və keyfiyyətli məhsullardır. İndi bu məhsullardan bu xanımlar, bu bəylər necə hazırlayırlar məhsulları, necə yoxlayırlar, necə eləyirlər, indi onu görəcək. Xanım hazırda nə edir? Hal-hazırda əlimizdə olan sınaq məhsulunun artıq testini başlamışıq və onun həmin məhsulun artıq sınaq testləri gedir. Yoxlamısınız, testdən Bəli, keçirmişsiniz. bəli. Burada proses belədir də, siz resepturanı tapırsınız, yoxluyursunuz, dadıma verirsiniz, rəf ömrünü yoxluyursunuz, sonra verirsiniz kütləvi istehsala. Tamamilə düzsüz. Bu raf ömrü 3-9 həftə arasında yoxlanılır, məhsuldan məhsula dəyişirilir. Bu məhsulun nəticəsi olaraq artıq kütləvi istehsala başlayırıq. Bu aparatda nə edirsiniz? Bu aparat hal-hazırda bizim istehsalda olan böyük avadanlıqların kiçik bir versiyasıdır. Yuxarıdakı avadanlığın balacasıdır. Bəli. Burada bişirirsiniz şəkəri filan, hə? Biz burada artıq bütün ingrediyentləri burada bişiririk, burada yeni məhsul hazırlayırıq və bu məhsul dadıma çıxır. Dadıma çıxdıqdan sonra əgər uyğun görülərsə, artıq sınaq testlərinə, xəttə sınaq testlərinə başlayırıq. Başa düşdüm. Bir sual verin. Tutaq ki, bu şokolad bu formadadır. Onun içinə mən fındıq atmaq istəyirəm. Onu necə atırsınız, necə eləyirsiniz? O resepturada qarışdırırsınız, yoxsa hansı? Artıq o məhsulun gələn tələbə uyğun olaraq və ya özümüzün innovativ yeni məhsula uyğun olaraq, əgər istənilirsə içinə fındıq da əlavə elə, təbii ingrediyentlərdən fındıq da əlavə eləyə bilərik, yer fıstığı da əlavə eləyə bilərik. Bu artıq məhsuldan məhsula dəyişik. Şokolad yeyəndə deyilir ki, insan xoşbəxt olur da. Sizin hamınız maşallah üzü gülür, bütün kollektiv belədir. Müdiriyyət yaxşıdır, yoxsa şokoladın xoşbəxtliyidir? Paralel olaraq həm müdiriyyət yaxşıdır, həm də şokoladın özü də bizə xoşbəxtlik hormonunu Gətirir. gətirir. Və indi bu şokoladların yanına gəlmişik. Görünüşü əladır. Bir də dadına baxın. Bu çox dadlıdır. İnsan xoşbəxt olur həqiqətən. Bu keyfiyyətin səbəbi nədir? Bu dadın səbəbi nədir? Əl özün duzudur, yoxsa
Bu əslində bir keyfiyyət zəncirindən ibarət olan bir mərhələdir. Keyfiyyət zənciri dedikdə nəyə başa düşürük? Xam malların keyfiyyətindən tutmuş, Belçika şokoladından istifadə edirik, Belçika kakaosundan istifadə edirik. Rəf ömrü testləri ilə paralel olaraq da qablaşdırma etiketlərini yoxlamaq. Yəni adı, qabı o qədər gözəl ola bilər ki, amma dadı olmaz. Yəni sizdə həm qablaşma yaxşıdır, həm də dadı yaxşıdır. Onu demək istəyirsiniz. Bəli. Və bir şey deyim, qablaşmadan söhbət düşdü. Mən Səudiyyəyə getmişdim o vaxt Qaz 24-lə. Orada marketə girdik, böyük bir supermarket idi. Orada mən ulduzu gördüm. Mən qəribə gəldi ki, ulduz, Azərbaycan, inanmırdım ki, ulduz şokoladları orada satılır. Həqiqətən dostlar, Körfəz ölkələrində, Ərəb ölkələrində, dünyanın 20-dən çox ölkələrində ulduz şokoladları var. Xanımlar nə edir? Xanımlar yeni sınaq nümunələrimizin testlərini aparır. Yeni sınaq nümunələrinin testlərində pH-lar və onun BRICS maddəsi, BRICS quru maddəsini yoxlayırlar. Əgər uyğunluq BRICS dərəcəsi uyğundursa, artıq digər mərhələyə keçilir. Xanımlar, yorulmayasınız, müəllim təşəkkür edirəm sizə. İşiniz həmişə olsun və keçirik dostlar növbəti hissəyə. Bura laboratoriya hissəsidir dostlar. Biz orada bişimi apardıq, məhsulun hazırlanmasını göstərdik və hansı hissəyə gediriksə, ilk olaraq maskamızı dəyişirik və yeni əlcək geyinirik. İndi gedək görək laboratoriyada nə iş var. Laboratoriya müdürü Azər müəllim, salam əleykum. Salam, Xoş gördük. Necəsiz? Çox sağ olun, təşəkkürlər. Bəli, hər zaman var laboratoriyada iş. Xanım, salam əleykum. Nə iş görürsünüz? Xanım nə iş görür? Ümumi laboratoriya haqqında danışın. Bəli. Tamam, Faisə xanım bizim kimyası mühəndisimizdir. Fiziki kimya laboratoriyamızın hal-hazırda yağ təyini cihazında yağ analizi aparmaqdadır. Və yağı yoxlayır. Bəli. Ümumi mən danışım ki, belə, yəni biz ulduz şokoladlarını, konfetlərini alıb yeyirik, amma onun istehsalının arxasında nə dayanır, bu verilişdə görürük və ilkin proses digər otaqdan başlayır. Yox, əslində digər otaqdan başlamır, buradan başlayır. Çünki məhsullar ambara gəlir, yəni xam mallar. Ambara gəldikdən sonra bu laboratoriyada testdən keçirilir, istehsal bitir və istehsaldan sonra da testdən keçirilir. Bəli, istehsalın ortasında test edirsiniz, yoxsa yox? Əlbəttə. Bəli, ortasında da test edirlər. Yəni burada bütün proses testdən keçirilir. Yəni bura gələn fındıq da, şəkər də, yağ da, kakao da, bütün xam mallar bu laboratoriyada testdən keçirilir. Görürsüz, belə baxıb deyə bilərsiniz ki, burada zərgər işi görür xanım. Salam əleykum. Aysu xanım oldu da. Yorulmayasınız. Sizin adınız Aysu. Bəs bu cihazın adı nə? Ştanger pərgərdir və gördüyünüz kimi fındığı ölçürlər. Fındıq nə boyda olmalıdır? 11-12 arası. Baxın, 11-dir fındıqlarımız. Yəni görürsüz, burada hər şey diqqətlə yoxlanılır və badam neçə olmalıdır? 12-14 arası. Badamı eninə ölçürsüz, uzunluğuna ölçürsüz. Uzunluğunu ölçür. 12-14 arası uyğundur. Və gördüyünüz kimi yer fıstığı, fındıq, hər şeyin kalibri ölçülür və dadına baxırsınız burada, yoxsa özünüz baxa bilirsiniz də, icazə var. Bəli, dadım testləri də. Mən dadımı ağzıma atıb yeyə bilərəm. Buyurun. Bir dənə verin zəhmət olmasa, belə görüm necə fındıqdır. Evə aldığımız fındıqdan da ya. Bəli. Yox, belə deyirlər, istehsalata keyfiyyətsiz şeylər, elə şey yoxdur, ola bilməz burada. Yox. Bütün xammallarımız ən yüksək keyfiyyətdə xammallardan istifadə olunur. Çay olsaydı, indi fındıqları düzürük bura dostlar, hə? İndi nə edəcək? Belə kəsəcək fındığı. Bəli, kəsib o. Ümumiyyətlə Aysu xanım istəyirsiniz fındıqları bir düzün. Həmin düzək. tam olaraq fərqləri göstərək. Siz də düzün, bir oz. Burada düzək görə kim çox yeyəcək. Bunları niyə belə bu aparatdan keçiririk ki? Niyə belə eləyirik? Fındıqların daxilini yoxlamaq üçün, hansı ki, orada gizli çürük, saralmış, kiplənmiş. Yeyəndə bəzən adamın ağzında qaraltı şey olur. Bəsdir də bu qədər, hə? Bəli, ilkin olaraq kifayət eləyər problem deyil. Biz indi bunu bağlayırıq aparatı, hə? Bəli, Aysu xanım göstərin. Göstərin. Yəni İsveçrənin avadanlığıdır. Bax, hər şey xaricidir. Və Tərsini. sehir göstərəcəyik. Tərtəmiz damız. Bəli. Yoxlayın, baxın. Bu fındıq sınaqdan çıxdı. Bəli, gizli sürüyə aşkarlanmır burada. Aşkarlansa belə əlbəttə ki, onun bir faizi var. Bəli. Biz o faizi keçmədən fındıqlardan istifadə edirik. Fındıq bir testin bir hissəsidir. Yəni burada yenə dediyim kimi şəkər də, yer fıstığı da, kakos da, yəni istifadə olunan, istehsalatda istifadə olunan bütün məhsullar buradan laboratoriyada sınaqdan keçirilir. Bu xanımımız nə edir? Burada Xalisə xanım bizdə süd tozunda analizlərə davam edir. İstəyirsinizsə Xalisə xanım özü sizə ətraflı məlumat versin etdiyi analiz haqqında. Xalisə xanım nə qədər əlavə? Bunu əlavə eləyəcək? Bəli.
Distillər su nə qədər? Zəhmət olmasa mezurka ilə 50 minlik. 50 min. Tam həll olunmalıdır. Belə dostlar, gördüyünüz kimi burada bütün sınaqlar diqqətlə aparılır. Bütün hər şey detalları ilə aparılır. Mən bütün prosesi göstərmirəm. Xırda-xırda hər şeydən bir proses göstərirəm və bu hissə ilə bitirdik dostlar, kəsirik növbəti hissəyə. Təşəkkür edirəm. Salam Fərid qardaş, necəsiniz? Salam. İşiniz həmişə olsun. Sağ ol. Fərid qardaş bizə bu laboratoriyanın bütün sənədləri haqqında məlumat verəcək və standartları haqqında danışacaq. Buyurun. Təşəkkür edirəm. Bu gördüyünüz sertifikatlar bizim hansı ki qida təhlükəsizliyi sertifikatlarımızdır, beynəlxalq sertifikatlardır. Bunlar olmasaydı biz bu qədər məhsul satışı da həyata keçirə bilməzdik və bunlar bizim təsdiqliyimiz, kimliyimizdir. Dünyaya çıxış sənədləridir. Bu gördüyünüz BRC sertifikatıdır. Azərbaycanda bunu ilk dəfə olaraq biz almışıq. Çox ağır bir şərtləri var. Tam təhlükəsiz qida məhsulları istehsal etmək üçün. IFS sertifikatımızdır, ISO 22000 sertifikatımızdır qida təhlükəsizliyi altında. ISO 9000 sertifikatımız var. Burada bizim halal sertifikatımız var, hansı ki Körfəz ölkələri, Səudiyyə Ərəbistan, Dubay məhsul satmaq üçün halal sertifikatımız var. Və burada bizim koşer sertifikatımız var, İHD icmaların təsdiqlədiyi var. Maşallah, multikulturaldır. Bəli, və burada da Malayziya və Indoneziya satma məhsul istehsal satışa keçirmək üçün bizim halal sertifikatlarımızdır. Əla, maşallah. Biz üçün həm bu göstəricilər, sertifikatlar bizim təsdiqimizdir və bundan əlavə qeyd etmək istəyirdim ki, hər bir məhsulun keyfiyyəti individualdır. Yəni, hər kəsin məhsulun dadı, görünüşü fərqli ola bilər. Bizi üçün keyfiyyət göstərici dediyimizdə keyfiyyətli xam mallardan istifadə eləmək, istehsal avadanlıqlarını Avropa, dünya ölkələrinin təsdiqlədiyi avadanlıqlardan istehsal etmək və keyfiyyətli xam mallarının analizlərinin aparılması və həmin bu sertifikatlarla onun təsdiqlənməsi. Anladım. O birisi nədir bə? Bu isə laboratoriyamızın akkreditasiya sənədidir və bununla biz təsdiqləyirik ki, bizim istehsal etdiyimiz məhsulların və apardığımız analizlər dünyanın 120 ölkəsində təsdiqlənir. Təşəkkür edirəm. Təşəkkür edirəm. İşiniz həmişə olsun. İş həmişə var. İllərdir iş həmişəvar aparıram və bir fikir var həmişə məndə. Bir zavodun, bir fabrikin laboratoriyası möhtəşəm oldusa, oranın məhsullarını rahatlıqla almaq olar. Mən Fərid. Mən Şamil Əhlimanov, istehsal şöbə müdürüyəm. İstehsal prosesi ilə sizə tanış etməyə başlayaq. Başlayaq və hər şey buradan başlayır dostlar. Zavoda, fabrika buradan giririk. Ayaqlarımızı bu formada təmizləyirik. Əlimizi yuyuruq yaxşı-yaxşı. Əlimizi quruduruq. Dezinfeksiya eləyirik və artıq biz zavoda daxil oluruq. Və ilk olaraq gəldik bişmə sahəsinə. Bişmə sahəsi bu hissədən başlayır. Bizim bütün bişmə avadanlıqları Almaniya texnologiyası ilə istehsal olunur. Operatorlar yalnız burada şəkər yükləmə prosesini aparırlar. Qalan digər prosesləri avadanlıqlar özü icra edir. Hər şey tam avtomatikdir. Bəli. Baxın, istehsalatı mən bu formada təsəvvür etmirdim. Hər şey çox təmiz, çox gigiyenik, çox səliqəli formadadır və şəkər buradan əlavə olunur, digər məhsullar oradan əlavə olunur və zavodun ümumilikdə xəttlərin uzunluğu neçə metrdir? Bu xəttin uzunluğu? 100 metr. 100 metr bu xətti, 100 metr digər xətti, bir neçə istehsalat xətti var da. Bəli. Hazırda nə istehsal olunur? Hansı konfet istehsal olunur Hal-hazırda burada? kakos istehsala gedir, bəli. Gedək baxaq prosesə, danışa-danışa. Bura bayaq dediyimiz kimi mətbəx sahəsidir. Burada operatorlar bişmə prosesini hazırlıq görürlər və bu bildiyimiz avadanlıqda kakosun siropu bişir. Sirop müəyyən bir temperaturda bişdikdən sonra rezerv qazana tökülür və orada aroma qarışılır, aromata vurulur. Və müəyyən bir vaxtdan sonra borular vasitəsilə kakosla siropun qarışması. Kakos orada gedib baxa bilərik. Bəli. Və burada kakos dostlar. Burada kakosun siropudur. Hə. O baxamayacaqsınız mənim ora. Hə? Ora baxamayacaq. Baxamayacaq. Yox, çünki yüksək temperaturda ora Başa baxamayacaq. açmaq olmaz. Bəli. Kakosun siropu orada bişir, şəkər oradan əlavə. Yalnız burada baxa bilərik biz ona.
şəkər tökülür, bu hissədə kokosun siropudur. Hə, bu formada sirop pişir. Sirop var, sirop pişir burada və pompalar vasitəsilə, boru vasitəsilə kokos qarışımı olan əraziyə tökülür. Elə bir dostlar, məsələ nədən ibarətdir? Yəni heç nəyə əl dəyilmir, hər şey tam avtomatlaşıb və buradan idarə olunur, bu hissələrdən idarə olunur. Sonra hara keçir, növbəti mərhələ nədir? Buradan növbəti mərhələ isə siropun getdiyi kokosla qarışma sahəsidir. Kokosla Z mikser var, ora gedir. Bayaq göstərdiyim kimi mətbəx sahəsində bişmiş sirop bu qazana tökülür. Bəli. Pompalar vasitəsilə qazana gəlir Və bu kokos kokos budur. qarışımı tökülür Z-ə. Kokos budur, hə? Bəli, bəli. Baxın dostlar, kokos qırıntısıdır. Belə yeyə bilərəm, yoxsa? Bəli, bəli, yeyə bilərsiniz. Əla. Bəli. Bir dənə Z-i qaldır. Gəlin dostlar, gəl qardaşım, gəl kömək elə. Proses bitdikdən sonra kokos qarışımı olmuş, siropla kokos qarışımı tökülür bunkerə. Bunkerə. Buradan hara gedir? Buradan isə soyurucu valların, formalaşdırıcı valların üzərinə tökülür. Gedək onu da göstərək. Gəldik növbəti mərhələyə. Salam aleyküm. Qardaşın adı da Fəriddir və burada soyuqdur hər yer, hə? Bəli, bu formalaşdırıcı valdır. Müəyyən bir temperaturda soyuyur. Gəlir bura. Kokosda iki dənə valın arasından keçisinə görə formalaşdırıcı val deyilir bu. Soyur, anidən şoklama gedir burada. Şoklanır və buradan hara verilir? Buradan soyurucu tunelə daxil olur Tuneldən çıxır və kəsimə doğrama hissəsinə daxil olur. ondan sonra artıq konfetə çevrilir. Və yenidən qlazurlanır, Glazurlanır. soyuyur, yenidən paketləmə sahəsinə daxil olur. Çox maraqlı bir prosesdir dostlar. Yuxarıda siropla kokos kütləsi qarışır, gəlir burada soyuyur, son formalaşdırıcı valdan keçir. Və soyutma lentin üzərinə tökülür. Yayılır bu formada gördüyünüz kimi. Burada temperatur çox soyuqdur və burada da yayılır. Bəli, burada gördüyünüz kimi də formalaşdırıcı vallardan keçisinə görə hər konfetin özünün, şokoladın özünün ölçüsü var, razmeri var və bu val vasitəsilə ayırlanır. Ayrılanır və bu qalınlığında olmalıdır. Sonra isə gedir. Yenidən soyutma tunelinə daxil olur. Və buradan da yenidən gedir soyudulur. Tunelin də uzunluğu maşallah görün nə qədərdir. Davam eləyir, davam 30 eləyir. metr. 30 metr. Məhsul soyutma tunelinə daxil olaraq kəsmə doğrama sahəsinə gedir. Bu proses 30 metrə 30 davam metr edir. davam edir, bəli. Buradan görənmirik də prosesi. Xeyr, görə bilmirik. Hələ ki soyuq gedir də, bişmə olmur da, bişmə orada baş verdi. Bişmə bitdikcə, bişdi və soyuma tunelinə daxil olur. Gördüyünüz kimi bütün alətlər, bütün texnologiyalar yenidir. Görürsünüz necə təmiz, necə səliqəli qalıb. Baxım çox əladır, təmizliyi də öz yerində. Gördüyünüz kimi burada məhsul soyutma tunelindən çıxaraq disk bıçaqları vasitəsilə doğranılır. Artıq bizim yediyimiz o ulduzun kokoslu şokoladı bu formada, bu ölçüdə olur. Bəli. Görün necə dəqiqliyi ilə kəsirik. Bıçaqlar da bu formadadır. Siz ölçünü biraz qalın verə bilirsiniz də, bıçaqdan asılıdır. Çeşidə görədir. Nazik də ola bilər, qalın da ola bilər, böyük də ola bilər. Bu hal-hazırda batondur. Batondur, hə. Və buradan gedir. Və məhsul ötürücü jiqultlar vasitəsilə kəsmə sahəsinə gəlir. Burada isə hər çeşidə uyğun olaraq kəsir, razmerə uyğun olaraq doğrayır. Bunun üstünə indi glazur vurulacaq, hə? Kəsdikdən sonra məhsul glazurlama sahəsinə daxil olur. Bu şokolad indi istidir də, bu indi Hal-hazırda istidir. İndi yenə soyudulacaq. Bəli, soyutma tunelinə daxil olur. orada neçə metrdir? Eyni metr, bu da 30 metr davam edir. 30 metrdə dostlar, buradan sonra davam edir. Həqiqətən çox maraqlı bir mövzudur. Mən heç vaxt bu prosesi canlı görməmişdim. Hal-hazırda baton, kokoslu bir şokolad əmələ 70 gəldi. qram. 70 qramdır hər biri. Və buradan da proses davam edir. Sonda isə hazır məhsulu görəcəyik. Şokoladlanmış məhsul yenidən soyutma tunelinə daxil olaraq paketləmə sahəsinə gedir. Burada bizim bütün məhsullar metal detektordan keçir. Qida təhlükəsizliyinin prinsiplərini qorumaqdan ötürü. Bu cihaz nə cihazıdır? Bu cihaz bükmə cihazıdır. İki tərəfli bükmə cihazıdır. O cihaz isə flotak maşınasıdır. Biri burur, biri də belə bükür də. Mən belə başa düşdüm. Neçə istehsal xətti var? Burada tutaq ki, şokolad Bura hal-hazırda ikinci mərtəbədir. İkinci mərtəbədə 5 istehsal xəttimiz var. 5 istehsal xətti. Sonra digər Digər mərtəbələr də var. mərtəbələrdə də ümumi 3-cü mərtəbədə 3 istehsal xətti var. Birinci mərtəbəsi 2 istehsal xəttimiz var. Vaxt ilə istehsal olunur da səvən. Bəli, vafli də var, draje də var, karamel də var, praline də var. Neçə növdə istehsal edirsiniz məhsul? Yəni çəşid nə qədərdir?
200-dən çox çeşidimiz var. 200-dən çox çeşid var və burada dostlar 300-ə yaxın işçi, iş həmişəvardır və bəzən burada iş həmişə olur, 24 saat olur, dayanmır zavod. Bəli, dayanmadan fasiləsiz işləyirik. Bu gördüyünüz cihaz metal detektordur. Bizim bütün məhsullar metal detektordan keçir. Bu da Tural bəydir, keyfiyyətə nəzarət əməkdaşıdır. Sağ olun. Məhsulun indi Bu nədir? Bu metaldır. Bəli, içərisində 1.8 milli metal var. Yüngül metal. Bəli, biz onun əsasında aparatda yoxlayırıq. Qoyuram məhsulun üstünə. Bəli, baş tərəfdən buyurur, baş tərəfdən buyurur. Siz bunu görməlisiniz. İndi aparat, yəni metal olsa atacaq. həmin sıranı tökəcək yerə. Hamısı. Bəli. İstehsal zamanı xəttdə 23 ədəd şokolad olur. Əgər istehsal zamanı bir şokoladda hər hansı bir yad cisim olarsa, digər 22 şokolad da o şokoladla bir yerdə xəttdən çıxarılır. Burada əsas məqsəd təhlükəsiz və keyfiyyətli şokolad istehsal etməkdir. Və dostlar gördüyünüz kimi hazır məhsul lent vasitəsilə gedir və burada xanımlar görək nə iş görürlər. Bu da nəticə. Bayaq kakosu özümüz əlavə etmişdik və soyudulmuş formada. Gəl Tural, sən deyir. Həqiqi dadlı da. Xoş olsun. Super. Və proses bu formada davam edir. Orada paketlənmə gedir, hə? Bəli, xanımlar orada makina məhsulları paketləyir. Və paketlənmə bu formada olur. Gördüyünüz kimi bura artıq ambalaj qoyulub. Gedir, buradan daxil olur. Və o tərəflər isə qablaşmış. Bəli, xanımlar qablaşdırır onu. Hər biri 70 qram, hə? Düzdür? Bəli. 70 qram. Standart. O yan bu yan söhbəti yoxdur. Bu qardaş həqiqətən qəşəng nəzarət eləyir. Çox sağ olun. Nəzarətə nəzarət kim eləyir bə? Onu da biz eləyirik. O da siz eləyirsiniz. Yorulmayasınız. Sonunda paketlənmə bu formada olur. Bu şokoladın paketlənməsi. Mən xanımın yerində işləmək istəyirəm. Salam əleykum. Yorulmayasınız. Neçədə olmalıdır? 28 dənə. Bunun içində 28 dənə necə qoyacam mən? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bilmədim axı nə qədər oldu. Bir dənə bax. Dörd, beş, altı. Hazır. Elədim, hazır. Bəli, və biraz cəld məhsullarımız əzidir. Davam eləyin, yaxşı. Mən çox belə tələsmək lazımdır. Salam əleykum, yorulmayasınız. İşiniz həmişə olsun. Siz nə edirsiniz? Stiker vurursunuz. Bağlandı. Məhsul bağlanır belə. Bu bağlanıbdır. Bu formada bağlanır və bura stiker vurulur. Və tarix maşınasından keçirik. Tarix maşinası budur da. Arxası çevir. Belə qoyuruq. Və istehsal tarixi yazılır. İstehsal tarixi. Və burada da salam əleykum qoyulur. Ağzı bağlanır. Ağzı bağlanılır. Və istehsal bitdi. Məhsulumuz hazırdır. Marketlərdə satıla bilər. Bu istehsalı gördük dostlar. İndi isə keçək digər istehsala. İşləmək həmişə var, biraz yemək yemək də lazımdır, istirahət də lazımdır. Gördüyünüz kimi binada işçilərin yemək yeməsi üçün əla bir yeməkxana da var. Biz yeməyimizi yeyirik, sonra işimizə davam edirik. Növbəti xətti, burada isə karamelli, Araqüstü karamelli məhsullarımızdır. qalınlığı dəqiqləşir. Baxın, qalınlığı bu formada. Və burada isə yenidən preslənir. Bu çeşiddə bu preslənmə yoxdur. Yoxdur, hə. Çeşidlərdən çeşidə fərq var. Digərindən fərqlidir. Burada ölçülər məncə balacadır da. O birisi çeşiddən balacadır. Bu 48 ölçüdür, o birisi 70 ölçüdür. Biz bıçaqları məhsula uyğun olaraq, çeşidə uyğun olaraq doğrayır və
Jigutlar vasitəsilə Qiməlidir. Yox, bu jigutdur. Məhsul boru üzərində də. Jigutdur. Arasal disk Hər sağlar. məhsulda bıçağı dəyişirsiniz də. Yəni çeşidə görə fərqlidir. O bıçaqlar köhnəlimi? Xeyr. Və gördüyünüz kimi araxisli, bizim karamelli Araxis və karamel kütləsini olan sivit şokoladımız çeşidimizdir. buradan keçir. Sivit ən məşhur brend məhsullarınızdan biridir. Və buradan keçərək eyni qaydada glazurlanacaq Və paşetləməsi paketlamaya gedəcək. Eyni proses burada da baş verir, bu seçdə də baş verir. Götürə bilərəm? Bəli. Baxın dostlar, bir də dadına baxın da öyle. Bıçaq doğrayır, yenidən glazurlama sahəsinə daxil olur, məhsul glazurlanır. Bu yer fıstığı araxis qovrulur da. Bəli, bəli. Çox dadlıdır. Və son nəticə belə olur. Yenidən soyutma tonuna daxil olaraq 30 metrə davam edir. bəli, paketləmə sahəsinə daxil olur. Eyni proses burada da davam edir. Bütün məhsullar metal detektordan keçərək paketləmə sahəsinə daxil olur. Demək olar. Məhsul metal detektordan keçərək bükmə maşinəsinə daxil olur. Və gördüyünüz kimi etiket bu formadadır və burada bükülür. Dəqiqədə 600 ədəd, 560 ədəd konfeti bükə bilir. Dəqiqədə 500-600-dən. Əla, əla. Yorulmayarsan qardaş. Və Ondan da əlavə bütün məhsullarımıza istehsal tarixi vurulur. son məhsul budur. Bayaqçı məhsul, baxın. Bir dəqiqə düşdüm. İstehsal olunan məhsullar hava vasitəsilə Elevator və konver vasitəsilə paketləmə sahəsinə daxil olur. Bu gördüyünüz 16 ədəd tərəzidir. Məhsulu 1 kilo paketləyərək bunlar hər biri tərəzidir. Yəni bunun hər biri 16 dənə tərəzidir. Avtomatik paketlənir və qablaşdırılır. Bəli, bəli. Dayı salam aleyküm. Necəsən? İş var? Var. İş həmişə var. Məhsulu istehsal elədik dost. Məhsulu istehsal etdik və bunu da gətirdim ambara. İstehsal etmək öz yerində, ambar şəraiti də əsasdır. Burada dostlar maksimum 18-21 dərəcə aralığında temperatur var və bu temperaturda məhsullar mühafizə olunur. Və bir də onu deyim ki, burada həm hazır məhsullar, həm də xam mallar mühafizə olunur. Mən də bunu aparım qoyum yerinə, prosesə davam edeyim. İşləyib yorulmuşam biraz. Amma bu yorğunluq yaxşı yorğunluqdur, sevinirəm. Niyə görə sevinirəm? Bugün zəhmətkeş, cəsarətli insanlarla bir yerdə işlədim və onlar ümumilikdə Ulduz Şokolad Fabriki dayanmadan 7-24 işləyir və illərdir işləyir və keyfiyyətli avadanlıqlarla, keyfiyyətli məhsullarla belə gözəl şokoladlar, konfetlər istehsal edirlər. Bu şokoladlar dünyanın bir çox ölkələrində satılır və o cəsarətli insanların istehsal etdiyi şokoladlardır. Bu da vətən sevgisidir. Çünki bu şokoladın hər nöqtəsində, hər detalında bir ulduzçunun əməyi var.
Mən onları təbrik edirəm. Mən həmişə Ulduz şokolad fabrikinin qarşısından keçirdim və həmişə sual edirdim ki, görəsən burada istehsalat necə olur, necə baş verir? Bəlkə kiminsə qohumu burada işləyir, ondan xəbəri var idi. Amma biz bu veriliş vasitəsilə bütün prosesi sizə göstərdik. Ümumilikdə Ulduz şokolad fabriki Veysaloğlu qrupa aiddir və ümumilikdə Veysaloğlu qrupunun minlərlə işçisi var. Bu gün də mən o işçilərdən biri oldum. Fərid olaraq sizə əminliklə deyirəm, marketə girib rahatlıqla Ulduzun şokoladlarını, konfetlərini övladlarınıza yedizdirə bilərsiniz. Bu şirkətin rəhbərliyinin də bir önəmli devizi var. Mənə dedilər ki, onlar özü yemədiyi hər hansı bir məhsulu heç kimə tövsiyə etmirlər. Yəni özünə qıymadıqlarını başqasına qıymırlar. Sağ olun, növbəti həftə başqa bir işdə, başqa bir məkanda görüşərik. İş həmişə var. Sponsor Ulduz şokoladları.